Timsah tək darıxırdı. Çaydan sahilə çıxdı. Dəvə quşunu görüb ona yaxınlaşdı. Dəvə quşu uzun taxta parçasının bir tərəfində oturmuşdu. Timsah quyruğunu taxtanın o biri başına qoydu. Dəvə quşu tappıltı ilə yerə düşdü. Timsah ona kömək etmək istədi. Dəvə quşu acıqla dedi: "Nə yöndəmsizsən? Bu uzunluqda quyruq olar. Məndən uzaq dur." Sonra isə hoppana-hoppana daşların üstü ilə çayın o biri sahilinə keçdi. Birdən timsah zürafəni gördü. Zürafə ağacdan ərik yeyirdi. Timsah ona yaxınlaşanda zürafə var gücü ilə bağırdı: "Ayağımı əzdin ki, bu boyda da ayaq olar?" Zürafə bunu deyib çayın o biri üzünə keçdi. Timsah lap pərt oldu. Kədərlə ətrafa boylandı. Gördü ki, kenguru ilə balası çiçək yığır. Timsah sevincək onlara tərəf gəldi. Kenguru qışqırdı: "Ehtiyatlı ol!" Amma gec idi. Timsah onların gül səbətini əzmişdi. "Sən nə kobudsan, bu boyda da qarın olar, bizdən aralı dur." Hirslənmiş kenguru balasını kisəsinə qoydu. Daşların üstündən hoppanaraq keçdi. Timsah əzilmiş güllərin yanında oturdu. O çox qəmgin idi. "Heç kəs məni sevmir. Axı mən niyə bu qədər yöndəmsizəm?" Bu fikirlər timsaha rahatlıq vermirdi. Birdən hava qaraldı. Göy güruldadı, şimşək çaxdı. Leysan yağmağa başladı. Çay daşdı. Timsahı bəyənməyən dostlar çayın o biri sahilində qaldılar. Onlar əlacsız halda timsahdan kömək istədilər. Timsah dərhal çaya yaxınlaşdı. Bir sahildən o biri sahilə uzandı. Heyvanlar bir-bir onun üstünə çıxıb çayı keçdilər. Kenguru dedi: "Çox sağ ol, əziz dost. Biz çox şadıq ki, sənin kimi ayaqları böyük, quyruğu uzun dostumuz var." Timsah gülümsədi. O çox xoşbəxt idi.